Deyir ki, arzularla dolub daşan, arzularına çatmayacaq gəncə, qafiyələnir həm də. İləl muvludil muəmmili mə lə yudrək, əs-saliki səbilə mən qəd hələk. Dalıca da deyir ki, sən elə bir yoldasan ki, başqaları da gediblər bu yolu səndən qabaq, sonra da ölüblər. Yəni, sən sonu ölüm olan bir yolun astanasındasan, başlanğıcındasan. Səndən əvvəl gedənlər olub bu yolu, axırları nə olub, ölüb gediblər dünyadan. Bu cümlə ilə birincini izah eləyə bilərəm. Bu nə deməkdir? Gənclərdə bir xüsusiyyət var. Gənclər üsyankardır. Reallıqları dəyişmək istəyirlər, fərqlənmək istəyirlər, adətləri sındırmaq istəyirlər. Gənclərdə bu xüsusiyyət var. Gənclər böyükləri təkrarlamağı sevmirlər. Gənclərdə bu xüsusiyyət var. Gənclər gəncdir ona görə ki, fərqli yol getmək istəyirlər. Və bu neymətdir, Allahın verdiyi neymətdir gənclərə. Bu yaxşı xüsusiyyətdir. Deməli, bir üsyankar ruhlu gəncə ki, reallıqlarla barışmaq istəmir, istəyir ki, fərqli yaşasın, fərqli yolla inkişaf eləsin. Elə bir gəncə desən ki, başqaları da bu yolu gediblər, axırda da ölüblər. Bunda nə yaranacaq? Bu istəyəcək ki, o başqalarından fərqli yaşasın. Düzdür? Çünki gəncdə bu xüsusiyyət var. Burada ağsaqqallar var, cavanlarla danışanda məsləhət bilərdim bir kiçikləri kimi ki, belə danışsınlar. Desinlər ki, mən də sənin yaşında belə idim. Və sənin kimi yaşadım, bir şey də alınmadı. Bir şey də çıxmadı ortaya. Bunun təsiri nədir? Bunun təsiri budur ki, gəncdə ki, bu xüsusiyyət var, fərqlənsin. O istəyəcək başqa yolla inkişaf eləsin, başqa yolla yaşasın, başqa şəkildə yaşasın. Əli əleyhissalam da bunu deyir. Deyir, əs-saliki səbili mən qəd hələk. Həlak olanların yolunu gedirsən. Yəni, axırı ölümdür bu getdiyin yol. Səndən qabaq çoxları gedib və dünyasını dəyişib. Bu gənclərdə fərqli hissini təhrik eləyəcək. Gənc şirin tərzdə başqalarından fərqli yaşamaq istəyəcək. Pərvaz eləmək istəyəcək, səddləri qırmaq istəyəcək. Gənci bu yanaşma hərəkətə təhrik eləyəcək. Gəncləri hərəkətə gətirmək üçün onun öz xüsusiyyətlərindən istifadə eləyin. Gənclər fərqli olmaq istəyir, sən də onu fərqli yollara, fərqli olmaq yoluna təhrik elə, istiqamətləndir. Bir padişah keçir bir yerdən, görür ki, bir nəfər əqli qüsuru olan adam, yəni dəli. Yanıb, padişaha hörmət eləmir. Şah deyir ki, mən ədəb göstərmirsən, buna da oturmuşsan, saymırsan məni, mən keçirəm, görmürsən mən keçirəm. Bu əqli qüsur olan adam qaldırır, başını baxır, deyir ki, nə olub ki? Deyir, axı, mən keçirəm, yerindən tərpənmirsən. Deyir, sən kimsən ki? Deyir, görmürsən padişaha? Deyir, hə, mən də əvvəl belə deyirdim, belə oldum. Mən də sənin kimi əvvəl özümü padişah sayırdım, axırım deyib, belə oldu. Cavana dinən ki, nə desə dinən, mən də əvvəl belə idim elə. Mən də əvvəl sənin kimi idim. Sənin kimi də yol getdim, də belə oldum, gözünün qabağında ibrətəm sənin üçün. Heç nəyə də çatmadım. Həzrət Əli əleyhissalam bu metoddan istifadə edir. Bu yoldan istifadə edir. Ay, hamıdan fərqli yaşamaq istəyən gənc, getdiyin yol başqalarının yolunun təkrarıdır. Nəsə icad eləməmsən sən. Bu yolu gediblər, Amerika kəşf eləməmsən. Gediblər də, ölüblər də. Sən də davam edirsən. Bəs sənin fərqin, bəs içində olan o fərqlilik xüsusiyyəti, o üsyankarlıq ruhu ki, sən gəncdə olmalıdır. Niyə görə başqalarının yolunu təkrarlayırsan? Biz gəncləri ümumiyyətlə idarə eləməli deyilik. Bilirsiniz, gənclərin əvəzinə qərar verib, onları idarə eləməli deyilik. Biz gənclərə olsa istiqamət verə bilərik.
Özü yol tapsın, özü tədbir töksün. Tərbiyədə yanlışdır, böyüklər özlərindən danışır. Mən belə idim, mən elə idim. O istəməyəcək sən kim olsun. O istəməyəcək, o bezəcək. Ona görə də Həzrəti Əli Salam özündən 6 xüsusiyyət deyir, tez keçir 14 xüsusiyyət cavanından deyir və dayanır gəncliyin üzərində, gəncin üzərində. Yaşlıların əsas səhvlərindən biri budur ki, özlərindən çox danışırlar nəsihət eləyəndə. Bu da gəncə əks təsir göstərir. Sən öz yaxşılıqları o da desən, o istəyəcək səndən fərqli olaraq pis olsun. Çünki onda belə bir psixoloji durumdadır o ki, o istəyir fərqlənsin səndən. Ona görə gəncdir o. Gənclərə nəyi aşılamaq lazımdır ki, Həzrət Əli Əleyhissalam bunu eləyir? Gənclərə bunu aşılamaq lazımdır ki, təbii qaydada yaşama. Təbii axarı ilə yaşama. Təbii yaşayışı hamı yaşayır və bir yerə çatmır. Fərqli rəftar elə, istedadlarından, proqramın olsun. Yoxsa təbii yaşayacaqsan hamı kimi və bir yerə çatmayacaqsan. Həzrət Əli xatırlayır ki, Əs-saliki səbilə mən qəd hələk. Səndən qabaqda əvvəl gedənlərin yolunu gedirsən. Yəni sən gəncsən, niyə görə təkrarlayırsan? Niyə görə fərqlənmirsən? Cavana demək istəyir ki, pasiv yaşama. Cavanlıq istəklərin var, amma onların diktəsi ilə yaşama. İstəklər səni idarə eləməsin, sən istəkləri idarə elə. Mən sual verirəm sizə. Cəmaatın çoxu, insanların böyük əksəriyyəti niyə xoşbəxtliyin zirvəsinə çatmırlar? Niyə hamısı bir-birinə oxşar həyat yaşayıb bölüb gedirlər? Niyə? Gəncə dinən ki, bu yaşlıları görürsən, onlar da sənin yaşında hamısı xoşbəxtliyin zirvəsinə çatmaq istəyirdilər və çatmadılar. Çatmayanda nə olur? Olur, belə deyək, bədbin bir insan, yaşlı insan, bədbin, deyingən, narazı, hər şeyə etiraz edən, hər şeydən. Belə də mənfi bir əhval-ruhiyyədə olan insan. Niyə görə belə olurlar? Çünki istedadları və arzuları ilə pasiv rəftar edirlər. Yəni, təbii qaydada yaşayırlar, təbii. Yuxusu gəlir, yatır. Acır, yeyir. Əsəbləşir, qışqırır. Narahat olur, ağlayır. Xoşal olur, gülür. Amma belə yaşayır. Bəlkə də mən deyəndə fikirləşir, necə olmalıdır ki? Bəs necə olmalıdır? Amma belə olmalı deyil. Bu adamı istəklər idarə edir. Və Həzrət Əli də bunu xatırlayır ki, səndən qabaqçılar belə yaşadılar. Sən elə bilmə ki, cavanlığın nəsə fərqlidir, sən güya ki, nəsə fərqli yol gedirsən, sən də onların yolunu davam edirsən. Digər canlılar hamısı belə yaşayır. Başqa canlılar var, adlarını çəkməyim, hörmətsizlik olar. Təbii istəklərinin diktəsi ilə yaşayırlar. Cavanda bir xüsusiyyət var, fərqli olmaq, axına qarşı getmək. Amma əksinə, əslində gənclərin çoxsu başqalarını təkrarlayır. Bunlara elə gəlir, fərqli yaşayırlar. Adi yaşayışlarının adını fərqli yaşamaq qoyurlar. Cəmaatın əksəriyyətinə oxşamaq istəmirsənsə, təbii qaydada yaşama. Təbii qaydada yaşama. Sən ki, belə emosional danışırsan, cavansan, elə bilirsən ki, sən fərqlisən, amma mən də elə sən kimi idim. Sən kimi idim. Heç yerə də gəlib çatmadım. İndi ki, sən məsələn romantik mesajlar yazırsan nişanlıva, o vaxtda romantik məktublar yazırdılar. Fərq mesajla məktubdadır. Bəzi terminlər də dəyişib, aşkım, maşkım. O vaxtda belə sözlər yox idi, başqa sözlər idi. Bu dəyişən budur. Prinsipial belə bir fərq yoxdur. Şimdi mən bəzi o sözləri başa düşmürəm, bəzi canımın içi, nə. Belə şeylər deyilmirdi, onda da başqa sözlər deyilirdi, başqa şəkildə yazırdılar. Belə yazırdılar, onda məktub indi mesaj yazdılar. Sonra həyat bu məktub yazanların hamısını söndürdü. Sən cavan, fərqli yolla get ki, sönməyəsən, əksinə romantikan artsın yaş keçdikcə.
daha romantik olasan. Bunun yolu varmı? Yaşlaşdıqca daha da artsın. Həyat bütün gücünü qoysun, səni söndürə bilməsin. Həyat tam şəkildə güc versin ki, istəkləri söndürsün, səni ruhdan salsın, bacarmasın. Bu hərarəti yarat. Təbii qaydada yaşasan, bu hərarət yaranmayacaq. Fərqli ol, əleyhissalam demək istəyir. Fərqli ol, hamı kimi olma. Səndən qabaqçılar yaşadılar, öldülər. Bunu nəzərdə tut. Gör onlar necə yaşadılar, sönüyüb və öldülər. Sən onlar kimi olma. Axı sən cavansan, gəncsən, səndə bu gənclik ruhu var. Əleyhissalam bu metodla danışır. Ruhdan salmır, əksinə ruhlandırır. Gəncə demək lazım deyil, axına qarşı get. Gənc zaten axına qarşı getməyi xoşlayır, istəyir. Həzrət Əleyhissalam demək istəyir ki, axına qarşı getmək istəyindən düzgün istifadə elə. Nəinki axına qarşı get. Bir dənə cavana deyilən inşa yaz, yaza bilsə də əgər. İnşa yaz ki, məsələn, nə arzular və filan, öz hallarını, sonra deyilən, mən də belə yazırdım eyni ilə. İstəyirsənsə fərqli olsun yaşayışın, fərqli olmaq istəyindən düzgün istifadə elə. Sən o cavana bu mesajı çatdır ki, sən fərqli olmaq istəyirsən, amma hadisələrə reaksiyalarından görürəm ki, sən də təbii yaşayırsan. Və bu yaşayışdan sən fərqli olmayacaqsan. Fərqli bir proqram yarad özün üçün, həyat proqramı. Dərhal sual yaranacaq. Mən necə eləyim ki, başqaları kimi olmayım? Hərəkət bu sualdan başlayır. Hərəkət bu sualdan başlayır. Həzrət Əleyhissalam deyir ki, arzularına çatmayacaqsan, arzu ilə dolub daşan bir cavana deyir. Zahirən elə bilirsən ki, ruhdan salır. Amma bir söz nə demək istəyir? Sətir-altı mənası budur ki, yəni sən təbii, adi, pasiv yaşayışınla arzularına çatmayacaqsan. Sən bir sıra arzuların əlində əsir olmuşsan, o diktə eləyir, sən dalınca gedirsən. Ömrün bir neçə ilini bir arzu səndə prioritet təşkil edir, diktə eləyir, aparır səni. Sonra başqa bir arzu çəkir onun dalınca. Sonra başqa bir arzu, sonra başqa bir arzu. Və axırda yorulur, əldən düşür insan. Bu arzuların əsirliyində. Bütün qocalar ki, görürsən, indi əsa ilə yol gedir, onlar hamısı bir gün sənin kimi cavan idilər və axırda dalana dirəndilər, arzularının dalanına dirəndilər. Arzularını araşdır, təhlil elə, uzlaşdır, toqquşdur, məşğul ol bu işlə. Diqqət elə ki, pasiv yaşamayasan, arzular səni sürüklədiyi istiqamətlərə getməyəsən. Arzuların əsarətində yaşamaq adi yaşayışdır. Bəs necə yaşayım? Sual yaranır. Həzrət Əleyhissalam başlayır məktubda yol göstərməyə. Təbii yuxudan oyadır cavanları. Cavanlıq məstliyindən oyadır ki, dərin məstliyə çatdırsın. İləl məvludil müəmmili mə lə yudrək əs-saliki səbilə mən qəd hələk. Deyir, arzularla dolub daşan, arzularına çatmayacaq, ölənlərin yolunu gedən bir cavana yazıram bu məktubu. Yəni, arzular, bunlar hamısı təbii xüsusiyyətlərdir. Cavanlığından çox öyünmə, bunlar hamıda var idi. Axırda bir şey olmadılar. Sən də beləsən. Amma əgər başqa bir tərzdə yaşasan, böyük zirvələrə çatacaqsan. Bəli, indi arzuların çoxdur. Amma bir gün arzuların həyat reallığı ilə uzlaşmayacaq, uyğun gəlməyəcək, o günü fikirləş. O günü fikirləş ki, həyat arzularını cavablandırmayacaq. Onda nə olacaqsan? O günü fikirləş. O günü fikirləş ki, bu arzu siyahın var ya sənin. Arzuları siyahısını tut, nələr istəyirəm. 16 yaşda, 17 yaşda, 18 yaşda denən ki, özvə gələcəkdə bu arzuların bu siyahıda qabağına minuslar qoyacaqsan ki, bir çoxu həyata keçmədi, mənfi oldu, alınmadı. Onda nə edəcəksən? O günün üçün nə fikirləşirsən? Cavanlar elə uca səslə hərdən deyir yaşlılara ki, mən cavanam, mən gəncəm.
Elə bil ki, qocalar cavan olmayıb, nəsə qəribə bir söz deyir elə bil. Deyəsən, gənc elə bilir ki, qocalar qoca doğulublar elə. Yoxlar da sənin kimi olublar. Onu sakitləşdirmək üçün deyilən sakit ol, biz də sənin kimi olmuşuq, sənin kimi yaşadıq, bir şeyə gedib çatanmədik. Gənc gəncliyindən düzgün istifadə eləməlidir, bu ümumi nəsihətdir də, düzdür, yorucu da görünə bilər. Amma necə? Necə? Dedin ki, arzularla dolub daşan cavan. Mən cavanam, arzularımla necə rəftar eləyim? Bir neçə təklif deyim sizə. Bu, gənclərə də faydalıdır, yaşlılara da. Burada istəyirəm diqqət edirsiniz. Əslində, mənim bura qədər danışdıqlarım müqəddimə edir. Bir neçə təklif deyim. Diqqət edin mənə. Cavanlıq, gənclik ancaq arzular dövrü deyil, həm də arzuları böyütmək dövrüdür. Buradan bizim bəhsimiz başlayır. Gənclik arzuları böyütmək dövrüdür həm də. Arzuları böyütmək üçün ən gözəl dövr gənclikdir. Adam arzularını niyə böyütməlidir, sual? Niyə böyütməliyəm? Yox, o qalsın da elə. Ona görə ki, arzulamaq özü ləzzətli bir şeydir. Cəmaatın çoxu arzuların kefi ilə yaşayır, arzularla kef eləyir. Arzuların bir keyfi var, bunu danmaq olmaz. Arzuların bir keyfi var, ləzzəti var. İstəyirsən ki, ləzzətin çox olsun, arzuların böyük olsun. Bu qədər sadədir məsələ. Nə qədər böyük olsa, böyük deyirsən də ağzında. Arzu böyük olduqca keyfi də böyüdür. Hələ heç nə yoxdur, ortada arzudur elə. Arzunun keyfi ilə yaşayır adamlar. Görürsən, deyirəm də, məsələn, evlənəcək, toy gününün arzusu toy günündən daha yaxşıdır. 2 ay qabaqdan deyirəm də, indi mən görürəm, kliplər çəkirlər, oradan sən dənizin qırağından belə get, bu belə getsin, çəkirlər, rəqsə gedirlər, rəqs öyrənirlər filan. Arzu ilə daha çox yaşılır. Bir gün gəldi, keçdi, reallıq heç o qədər də, o xəyal qədər şirin deyil. Xəyal qədər şirin deyil. Arzularını böyütdükdə ləzzətin çoxalacaq həyatdan. Gənclikdən istifadə edin arzularınızı böyütmək üçün. İkincisi, Allah arzularına uyğun həyatını tənzimləyəcək. Allah həyatını dəyişəcək. Bir şeyi yaddan çıxartmayın ki, Allah bizim istəklərimizə uyğun bizlə davranır. Allah bizə baxır, nə istəyirsən ona uyğun həyat proqramı tərtib edir bizə. Həyatın keyfiyyətcə dəyişəcək arzuların böyüyəndə. Sən elə bilmə ki, arzuların praktiki həyatına təsir göstərmir. Sən arzuluysan, hadisələrin axını dəyişir. Başa düşürsünüz? Arzu belə bir şeydir. Sən nələrisə arzuluysan, otur fikrində arzuluysan, bu arzular Allah tərəfindən sənin üçün bir təqdirə çevrilir. Arzular sənin həyat yolunu müəyyənləşdirir. Həyatın dəyişir. Buna da diqqət edin. Arzu belə bir şeydir ki, bu sözün üzərində daha çox dayanacağım. Arzu belə bir şeydir ki, nə qədər yuxarı oldusa, bir o qədər o arzuya çatmaq ehtimalı artır. Bunu izah edəcəm. Arzu nə qədər böyüdüsə, çatmaq ehtimalı çoxalır. Arzularına çatmaq istəmirsən? Görürsən, yavaş-yavaş gəldi, dedi ki, arzularına çatmayacaqsan. Sən demə, bunun içində arzulara çatmaq yolu göstərmək istəyir. Arzularına çatmaq istəmirsən, təbii ki, istəyirəm. Apar arzunu ən nəhayət zirvəyə, onda çatacaqsan arzuya. Uca arzunun mənası nədir? Uca arzu nə deməkdir? Arzularımızı gərək təhlil eləyək gəlin bir yerdə. Və onları böyüdək, aparaq zirvəyə. Necə? Necə? Bir dənə sual var, o sualla arzularını böyüdə bilərsən. Deyirsən, əlvə sürtürsən, filan şey istəyirəm. Bir dənə sual hər şeyi yerinə qoyur. Sonra ilə görürsən ki, bir şey yoxdur sonrasında. Sonra ilə istənilən o mənfi ehtirası söndürmək olar. Sonra. Yaxşı da başa düşdük, sonra. Məni cəmaat tanısın, istəyirəm şöhrətli olum. Yaxşı, neçə nəfər tanısın? 5 nəfər. Yox, azdır, 10 nəfər. 100 nəfər, 200 nəfər. Sən gələndə ayağa durub əl çalsınlar. Sonra. Yox, mən istəyirəm bütün dünya alqışlasın.
Mən məsələn olum Ronaldo, Messi filan. Dünya hamısı məni tanısın, bütün bəşəriyyət. Sonra bu alqışlar başına düşəcək, başlayacaq səni yormağa. Arzuların yormağa başlayacaq səni. Arzuların bezdirəcək səni. Mən çox xoş deyirəm adamların müsahibələrini oxumaq. Ömrümün bir hissəsini buna sərf edirəm ki, maraqlı adamların müsahibəsini oxuram, özüm üçün ibrətlər götürürəm ondan. Bir aktyorun müsahibəsinə baxırdım, xarici bir aktyordur. Deyir ki, cavan idim, o qədər şöhrətpərəst idim. Çox istəyirdim ki, şöhrətli olum, mən tanısınlar, tanınmaq üçün ölürdüm də gənc idim. İndi deyir, restoranda rahat oturam biləm, şəkil çəkdirirlər filan, deyirəm, ay Allah, bircə bir rahat şəhərə çıxıb gəzə bilsəydim. Həmin o arzum bezdirib məni, mən başqaları kimi rahat yaşamaq istəyirəm ki, heç kəs mənə iş olmasın da, oturub çörək yiyəmirəm axı ailəmlə bir yerdə. Yemək yiyəmirəm. Bir müddət sonra da unudurlar, o da bir başqa şeydir. Şöhrəti arzuladın, pikinə çatdın. Adamlar da bəzi müsahibələrdə görmüşəm ki, cəmaat bütün günü imza alırdı, avtoqraf alırdı filan. Deyində avtobus emirəm, heç cavanlar, heç tanıyan yoxdur məni. Heç ayağıma duran yox, heç bilməm mən kiməm. Bu da bir dərs. Amma laf tutaq ki, bu şöhrət qalsa da, sən onda deməyəcəksən ki, hamı səni tanısa, sən deməyəcəksən, mən də xoşbəxtəm, əy Allah, nə yaxşı, belə deməyəcəksən. Sönəcək bu şöhrət, sönəcək. Şöhrət səni bezdirəcək. Sonra da ölüb gedirsən hələ, o da var. Öləndən sonra neçə il yadda qalırsan. Adını eşidənlər olur, filan futbolçu olub, filan məsələn, musiqisi. Amma nə qədər şan şöhrətin var. Sönüb çıxıb gedirsən, yaddan çıxırsan. Sən özünü təhlil eləyəndə görürsən ki, sən əslində bilsən nə istəyirsən? Sən istəyirsən ki, hamı həmişə sənin fikrində olsun. Düzdür. Hamı, bütün təsəvvür edin, bütün dünya 24 saat mənim fikrimdədir. Bu pikitdə şöhrətin, düzdür. Bunu təhlil edəndə görürsən ki, sən deyəsən elə bil ki, Allah olmaq istəyirsən axı. Çünki Allah eyni şey istəyir. Allah deyir ki, 24 saat mənim fikrimdə olsun hamı. İnsan Allah ola bilər, yox. Allah ola bilməz. Bəs çıxış yolu nədir? Çıxış yolu budur ki, Allahla ol, çünki o sonsuzdur. Onunla olduqda, o hər an sənin fikrində olur Allah və əbədi olaraq həmişə bir varlıq var ki, onun yanında məşhursan, o sənin fikrindədir və onun dostları da sənin fikrindədir, onun mələkləri də sənin fikrindədir. O fikir sənin fikrində olmağı ölümlə bitmir, həmişə sənin fikrindədir. Sənlə məşğuldur gecə-gündüz. Allah bütün günü sənlə məşğuldur. Burada oturanlar hər biri bu sözü deyə bilər. Hamımız. Mən deyim ki, Allah mənlə məşğuldur. Sən deyirəm, mən düz demişik, hamımız. Hamımız düz demişik. Deyir ki, hədis deyir, Əbu Zəri göy əhli, yer əhlindən yaxşı tanıyır. Hansı daha davamlıdır? Mələklərin içində şöhrətli olasın. Şöhrət yaxşı şeydir, amma Yaradanın yanında şöhrətli olasan. Yaradan gecə-gündüz səni alqışlasın. Necədir sən üçün? Gecə-gündüz alqışlasın və bu çox realdır. Çox realdır. Arzularını yuxarı apar, həyata keçəcək və yorulmayacaqsan. Başqaları nə ilə keyf eləyir? Cəmaatın alqışı ilə. Biraz alqışlayırlar, başına düşəcək. Başına düşəcək alqış, deyəcəksən ki, sən Allah, bəstəyə də bezdim. Amma Allahın alqışı başa düşmür. Allahın hər bir alqışı, hər saniyə yeni bir lütfüdür, yeni bir lütfüdür. O da sonsuzdur axı. Sən sonsuzluq axtarırsan, sən sonsuz arzuların zirvəyədir. Sən zirvəni axtarırsan. Bütün arzularını apar zirvəyə cavanlıqda. Mən gənclərə müraciət edirəm. Mən rahat olmaq istəyirəm. Necə? Maşınım olsun, rahatlanım. Rahatlanım. Sonra elə bir adam tanırsan ki, bir maşını alsın, rahat desin, canım həmişəli rahatdır. Yox, o rahatlıq necəsə pozulacaq. Nəsə pozacaq. Rahatlığın daimisin istə, əbədisin. Ləzzət istəyirsən, ləzzətin əbədisin istə. Bütün arzuları bir zirvəyə apar, o zirvənin adı Allahdır. Gənclik bax bunun üçündür.
Bütün arzulardan başda get zirvəyə, get, görürsən bir nöqtəyə aparır hamısı. Mən istəyirəm qüdrətli olum, necə? Ona görə vəzifəli olmaq istəyirəm ki, əmr eləyim, icra eləsinlər. Hə? Bu qüdrətin müddəti nə qədərdir və genişliyi nə qədərdir? Bir imza ilə o qüdrətdən məhrumsan. Bugün əmri verdilər, sabah qutardı. Hətta çox zaman baş üstə deyənlər başlayır sənə tənə vurmağa. Bu da bunun sonu. Amma bu yaxşı şeydir də qüdrətli olmaq istəyən, cavansan, qüdrətli olmaq istəyən, arzunu apar qüdrətin nəhayətinə. Qüdrətin nəhayəti Allahdır. İnanırsınız Allah belə bir söz deyir ki, cəaltukə misli, səni özüm kimi eləyərəm. Özüm kimi. Sən varlıq aləminə deyərsən, hamı deyər baş üstə. Qüdrət bu qədər. Ürəyindən bir şey keçər, yer, göy sənin istəyivə uyğunlaşar. Deyir, filan kəs arzuluyub, filan şey. Və bəzən məsləhət olmayanda, mən bir Arifin həyatında oxumuşam, bir şey ictimai bir məsələ idi, dua eləyirdi, deyir, ona necəsə işarə elədi Allah, mən bilmirəm, bunların özünün Allahla münasibəti var. Allah ona dedi ki, bunu istəməsin, məsləhət deyil. Bilirsiniz nə deməkdir bu? İstəməsin, məsləhət deyil, vermə də. Allah deyir, sən hörmətlisən axı, sən istəsən gərək verim. Sən o qədər hörmətlisən ki, istəsən verməliyəm, ona görə deyirəm, istəmə, xahiş edirəm. Belə də hallar olur, insanın Allah. Bizə dillər istəmə, biz istəyirik, vermirlər. Məsələ uşağıq da biz. Amma böyüklərə deyirlər ki, istəsən, sən uşaq deyirsən, böyüksən. Sən istəsən, mən gərək verim, ona görə də sənə çatdırırlar ki, istəmə bunu, sözün yerə düşməsin, məsləhət deyil. Arzular aşağıda qalsa, çatmamaq ehtimalı çoxdur. Hamı vəzifə istəyə bilər, amma hamıya qismət olmayacaq, düzdür? Bunun da bir həddi var da. Hamı məşhur olmaq istəyər, amma hamı məşhur olmayacaq axı. Amma yuxarı getdikcə insan Allahı istəsə, deyirlər ki, istək yuxarı getdisə, şiddətli oldusa, həyata keçməməyə mümkün deyil. Və bunu yadda saxla. Adam böyük şey istəsə və çox istəsə mütləq çatacaq. Deməli, arzuya çatma ehtimalını Həzrət Əli qaldırdı yuxarı. Arzu böyük olanda, aşağı düşdükcə hamı pul istəyir, birinə qismət olacaq, birinə yox. Hamı şöhrət istəyir, birinə qismət olacaq, birinə yox. Hamı sevilmək istəyir, bunları sayaq. Ya olacaq, ya olmayacaq. Olub olmama ehtimalı var. Amma hamı Allah istəsə və şiddətli istəsə mütləq olacaq o. O arzusuna çatacaq. Mütləq, şübhəsiz. Və ona da yönələndə sirab olursan. Qalan şeylər mənasız olur sənin üçün. Bütün arzular bir nöqtəyə aparır. Bir nöqtəyə aparır. Və onu çox istəsən, mütləq yetişəcəksən. Çox gözəl bəhsdir bu. Mən bilməm necə çatdıra bilirəm, amma çox gözəl bəhsdir. Ömrünün sonunda istəmirsən ki, nikbin dünyadan köçəsən, şad, xürrəm. Bilən ki, mən elə bir şeyin dalıca düşdüm ki, bundan sonra mənə tərk eləməyəcək. Məndən hələ indi başlayır onun haqq hesabı, söhbəti. Bundan sonra başlayır hələ. Bizim macəramız indi başlayır hələ. 80 yaşda kişi deyir. Bu yaxşıdır, yoxsa hanı o şöhrət, hanı o pul, hanı baxır belə, adam yaxınına getmək istəmir. Həzrət Əlinin Kumeyl duasına baxın. Ya qayətə amalil arifin, ey ariflərin arzularının nəhayəti. Allaha deyir. Səni tapan nə itirib İmam Hüseyin ağa deyir? Səni itirən nəyi tapıb? Arzularını apar oraya, tapacaqsan onu. Amma o olmasa itirmiş olmuşsan, hər şeyi itirəcəksən. Arzularımızın hamısını təhlil eləyir, nə istəyirəm? Maşın, qızıl, nə bilim mən, diplom. Allaha and olsun, aparın axıra qədər. Hamısı görürsünüz Allah apar. Sən Allah istəyirsən, ey insan. Maşını nə üçün istəyirsən? Rahatlıq üçün. Maşın səni nə qədər rahat eləyəcək? Az və qısa müddətdir. Hə, elədir. Bir həftədən sonra gözündən düşəcək, başqa maşın istəyəcəksən. İstəyirsən həmişə rahat olasan, rahatlığın mənbəyi, mütləq mənbəyi Allahdır, onu istə. Ləzzət istəyirsən, hər bir ləzzət sönüb gedəcək. Ləzzətin mənbəyi Allahdır, o artacaq. Diplom istəyirsən nə üçün? Hörmətli olmaq üçün, düzdür? Diplomun hörməti müvəqqətidir, gəlib gedəcək, amma o ki sənə hörmət eləməyə başladı, əbədi hörmət eləyəcək.
İndi mən sizə sual verirəm. Bunu deyəndə deyəcəksən ki, gətirdin irfana çıxartdın. Bizim başqa çarəmiz yoxdur. Cavanlar üçün o gənc ki istəyir fərqlənsin, ucalara baxır. Gənclər üçün irfandan gözəl bir şey yoxdur. İrfan qoca üçün deyil, gənc üçündür. Mən sual verirəm, yaxşı bir adamın məqsədi, arzuları getdi Allaha çıxdı. Bu buralara mane olacaq ki, onda maşın olmayacaq, onsuz da olacaqsa yenə olacaq. Olmayacaqsa da olmayacaq. Pul qazanmağa mane olacaq, xeyr. Əksinə artıracaq ehtimalını. Hər şey öz yerində qalacaq, amma məsələ budur ki, olsa olmasa vecvi olmayacaq. Hər şey yerində qalacaq. Olsa olmasa sənin şadlığı, eyş-işrəti bir-birinə vurmayacaq, dağıtmayacaq. Və axırıncı sözüm budur ki, axırıncı mövzu ki, toxunmaq istəyirəm, budur ki, sən arzularını tanısan, həm özünü tanıyacaqsan, həm dünyanı, həm Allahı, həm də axirəti. Necə? Arzu ilə dünyanı necə tanımaq olur? Bax arzularına, bax dünyaya. Baxırsan arzularına, baxırsan dünyaya, görürsən ki, bu dünya mənim arzularıma uyğun gəlmir. Mən bir şey istədimsə, həmişə istəyirəm, bu müvəqqəti verir, çəkilir qırağa. Öylədir. Bu dünya mənim arzularımın qarşılanacağı yer deyil. Bunun nəticəsində nə olur? Arzular prizmasından dünyaya baxanda dünya gözdən düşür. Dünya gözdən düşür. Allah da bunu deyir də, dünya gözündən düşsün. Necə düşsün? Mexanizmi arzularla dünyanı uzlaşdırmaqdır. Onda nəticə nə olur? Bura mənim yerim deyil. Onda axirətə bağlanırsan. Çünki sən görürsən ki, sən bitib tükənən şeydən xoşun gəlmir. Sənə ən gözəl keyfi versələr, desələr ki, 10 gün müddəti var, qəm gələcək sənin ürəyinə. Onda sən başlayırsan axirətə yönəlməyə. Orada deyir ki, fədxuluha xalidin, daxil ol həmişə qalmaq üçün. Deyirsən, mənim yerim oradır. Görürsən, arzulardan getdin, axirətə çıxdın. Bir var dəlillə gedəsən, bir var arzularla gedəsən axirət mövzusuna. Sonra yavaş-yavaş çıxırsan Allaha. Mən binayət, sonsuz, hər şeyin sonsuzunu istəyirəm. Sonsuz bir varlıq var, o da Allahdır. O da Allahdır. Arzuların bir cavabı var, Allah. Onu sevəcəksən, onda kef eləyəcəksən. Gedək bağda dincələk. Yaxşı, gedək dincələk. Bağda oturaq, yiyək, içək, danışaq. Görürsən, bir dənə ağca qanat gəlir, bütün eş-işləti bir-birinə vurur. Bu nə ləzzətdir ki, bir ağca qanat onu dağıdır. Bir dənə külək qopdu, bir dənə aləm qarışdı bir-birinə, heç nə. Yediyin, içdiyin toza, torpağa döndü, burnundan gəldi. Allah hərdən belə eləməyi də var, bizim başımıza gəldi. Görürsən ki, gelirsin, dağıdır aləmi bütün. Başa salmaq istəyir ki, bu qədər ki, sən yaxşıdır ya, kim deyir ki, yaxşı şeydir, gedəsən dincələsən, çox yaxşıdır, vaxt ayırasan buna, hədislərdə var, halal əyləncələrə vaxt ayırın, əladır, amma o cür bir şey deyil ki, əldən ayaqdan gedəsən ki, day, mən bunu eləməsəm dünyanın axırıdır. Ondan sonra baxırsan dünyaya, deyirsən, mənim arzuma bax, bir ağcaqanat mənim ləzzətimi dağıtsa, bu dünya mənim yerimdir, bu dünya mənim yerimdir. Allah deyil, onu deyir də. Allah nə deyir? Allah da onu deyir. Belə olmasa insan arzularının əlində əsir qalacaq. Birinə çatacaq, o biri gözdən düşəcək. Sonra o birinə çatacaq, o biri gözdən düşəcək. Sonra o birinə çatacaq. Axırda görəcək ki, heç bir arzusuna çatmayıb. Həzrət Əli bunu nəzərdə tutur. Allaha and olsun, ürəyim parçalanıb neçə dəfə. Neçə dəfə bu hal olub. Heç vaxt da yadımdan çıxmır. Ana gözü yaşlı zəng gelir mənə, deyir ki, övladım məni evlənəndən sonra mənim qapımı tanımır, evinə buraxmır. Mənə dəhşət bilir ki, insan nə qədər cılız ola bilər ki, görün bu adam bu ailə arzusunu o qədər böyüdüb gözündə ki, ana gözündən düşüb söndürüb onu. Elə bilirsən, o həyat yoldaşı ilə həmişə xoş olacaq, o da sönəcək, onda ara qasacaqsan. Bu cavanlıq, bu da belə arzuların yeridir. Amma insanın bir dənə arzusu olsa, ona doğru getsə, bütün arzuları, bütün digər istəkləri öz həddində təravətli qalacaq. Ananın öz yeri olacaq, həyat yoldaşı, hər şey rəflərə düzüləcək həyat. Hər şey öz əhəmiyyət dərəcəsinə uyğun zövq verəcək sənə. Çünki hamısını vahid hədəfə bağlamısan, bir hədəfə bağlamısan.
Əgər sən arzularına baxsan, görəcəksən ki, dünya səni incidir, bura sənin yerin deyil. Sən ki, inciyəcəksən, Allah başlayacaq o inciməyi kompensasiya eləməyə mənəvi ləzzətlərlə. Allah deyəcək ki, inciyir də, bəndəm dünyada darıxır, narahatdır, kompensasiya eləyəcək. O şair yazır, elə belə yazmır ki, öylə sərməstəm ki, idrak etməzəm dünya nədir. Sərməstəm, yəni, o arzuların nəhayəti insanı sərməst eləyə bilər ki, insan heç bilməsin ki, var, yoxdur. Olsun, amma olmayanda da vezin olmasın. Onda Allah nə edir? Onda Allah dünyanı tökür sənin ayağa. Bir var, sən düşəsən dalınca dünyanın, verməsin sənə əsirgə. Bir dənə şey versin, qaçsın, sən sürünəsən dalınca, bir var, dünya gəlsin sənin ayağa, sən nazla götürəsən. Allaha naz eləməyəsən dünyaya. Deyəsən, baxım, görüm hələ. Hansı ağayana yaşamaq budur. Ləzzəti də çoxdur. Bir hədis deyim, sözümü tamamlayayım. Allah deyir Davud Peyğəmbərə, ya Davud, uridu və turid. Bu hədisə diqqət edin. Deyir, ey Davud, mən də bəzi şeylər istəyirəm, sən də istəyirsən. Allah deyir, ey Davud, mən nəsə istəyirəm, sən nəsə istəyirsən. Əgər öz istədiyin dalıca düşsən, mən öz istədiyimi sənə verəcəm, sənin istədiyini sənə verməyəcəm. Mən də istəyirəm, sən də. Düşsən öz istəyimin dalıca, yenə mən istəyən olacaq, sən istəyən olmayacaq. Amma mənim istəyimin dalıca düşsən, həm öz istədiyimi sənə verəcəm, həm sənin istədiyini verəcəm. Deyərsən ki, Allah egoistdir, nəuzubillah. Yox, qayda belədir. Egoistdir, Allahın nə ehtiyacı var ki, diktə eləsin bizi. Qayda belədir, yaşayışın qaydası belədir. İnanın, övliyalar var, Allah dostları, Allah istəyənlər. Onlar hər şeyə çata bilir, hər şeyə. Görürsən ki, bir Allah dostudur, amma məhrumiyyət içində yaşayır. Bil ki, öz seçimidir. İstəsə nə istəsə verər Allah. Bir Allah dostudur, fəqir yaşayırsa, bil ki, öz seçimidir. Özü belə istəyib. Yoxsa ki, Allah hazır verər ona. Bu cavan və arzular haqqında Allah qismət eləsə, gələn həftə bəhsi davam eləyərik. Çox faydalı və şirin mövzular var bunun içində. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar. İnne şana'aka huvel abtar. Sadaqallahul aliyyul azim.